Salam dəyərli şagirdlər, 5 aprel tarixində olan sualların təhlilinə baxacağıq indi. Nümunənin təhlilinə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Hər zaman dediyimi yenə təkrar edirəm. Testi işlədiyimiz zaman ilk öncə şərti düzgün başa düşməyə çalışaq. Burada uyğun fikirləri deyir. Alnındakı qırışlar adicə qırış deyil. Öz xalqının keçdiyi istirab yollarıdır. Doğru və yanlış istəyir. Baxaq. Hər iki misrada ismi birləşmə işlənmişdir. Alnındakı qırışlar birinci növ təyini söz birləşməsidir. İkinci misraya baxaq. Öz xalqının keçdiyi istirab yollarıdır. Xalqının yolları. Üçüncü növ təyini söz birləşməsi də burada. Birinci fikir doğrudur. Artıq mənim testlərimin təhlilini izləyən və yaxud hazırlıq uşaqlarım bilir ki, doğru fikri hər zaman dairə halına alıram, yanlış fikrin üzərinə isə x çəkirəm. Beləliklə diqqətli olaq. İkinci misradakı isimlərdən ikisi həm hal, həm mənsubiyyə şəkilçisi qəbul edib. İlk öncə baxaq, xalqı keçdiyi istirab yollarıdır. Öz xalqının keçdiyi izdirab yollarıdır. İkinci misra deyərkən təbii bu misra nəzərdə tutulur. Burada öz əvəzlikdir, getdi, xalqının isimdir, keçdiyi fe'l sifətdir, izdirab isimdir, yollarıdır, isimdir. Burada xalqının həm hal, həm mənsubiyyə şəkilçisi qəbul edib, yollarıdır sözündə isə yalnız mənsubiyyə şəkilçisi var. Ona görə ikinci fikir yanlışdır. 3-ə baxırıq. Birinci misradakı isimlər eyni haldadır. Birinci misradakı isimlərə baxaq görək. Birinci misradakı isimlər hansıdır? Alnındakı sifətdir, qırışlar, isim, adicə. Sifət, qırış, isim. Qırış və qırışlar. Bunlar da isimlər və bunlar da adlıq haldadır. Hər ikisi. Ona görə 3 də doğru cavab olacaq. 4-ə baxırıq. İkinci misrada ismi xəbər söz birləşməsi ilə ifadə olunub. Baxaq ikinci misraya. İkinci misrada deyir, öz xalqının keçdiyi izdirab yollarıdır. Nədir? Xalqının yollarıdır. Burada xalqının yollarıdır, əlbəttə xəbərdir və söz birləşməsi ilə ifadə olunub, ismi birləşmə ilə. Bəli. Ona görə 4 də doğrudur. Amma yanlışın altından biz həmişə yanlış axtarmalıyıq. Yadınızda saxlayın. 5-ə baxırıq. Birinci misrada həm baş, həm də ikinci dərəcəli üzvi izah edən təyinlər işlənmişdir. Qırış deyil, xəbərdir. Nə? Qırışlar. Hansı qırışlar? Alnındakı. Alnındakı qırışlar necə qırış deyil? Adicə. Gördüyünüz kimi burada 2 dənə təyin var. Adicə və alnındakı sözləri və bunların hər ikisi baş üzvü izah edibdir. Qırışlar da baş üzvdür, qırış deyil də baş üzdür. Qırışlar mübtədə, qırış deyil isə cümlənin xəbəridir. Ona görə də 5-ci fikir yanlış fikirdir. 6-ya baxaq. Nümunədəki sifətlər azaltma dərəcəsindədir. Burada alnındakı və adicə sözü sifətdir. Onlar isə azaltma dərəcəsində deyil. Alnındakı adi dərəcədədir. Adicə isə adi, adicə. Çoxaltma dərəcəsindədir. 6 da yanlış fikirdir. Mən demişəm ki, doğrunun yanlışın altından yanlışı seçməliyik. Hansı halda bizdən uyğun fikirləri istəyərsə. Ona görə də cavabımız olacaq 1, 3, 5 və 6. Yəni doğru cavab 27-də C variantıdır.